heyvanların zəhləsi gedir? Nəyə görə? Bir fikir yürütsək, İnci. Çünki Mətində də dediyi kimi İranın yarpızdan zəhləsi gedir. İranın da həmçinin manqusdan zəhləsi götürülsün. Niyə zəhləsi gedir? Sizcə, Hikmət? Çünki manqus İranın yuvasının yanında, qarşısında gözləyirdi. İran çıxan kimi ona hücum edirdi. Ona görə ona zəhləsi gedir ki, o mənim yuvamın arasında durur, mən gedə bilmirəm. Aha. Sonra Nazlı? Hikmətin dediyi kimi məncə manqus İrana zərər verir deyə İranları öldürdü, İranlar Ona zəhləsi gedir. Həm soğumuş İran cəmiyyətçiləri də İranla Qidalanır deyə düşünürsən. Və bir də bu heyvanların dəhşətli dərəcədə özünü qoru müdafiə etmək üçün ətrafa pis qoxu saçmaq xüsusiyyəti var. Ona görə də o pis qoxu da heyvanları narahat edir, əsas da ilanları. Ona görə də eyni zamanda da bəli, ilan həmin bu heyvan ilanla qidalandığına görə ona görə də onun zəhləsi gedir. İstəyir ki, onun olmasını qatsın. Yaxşı. Sizə görə ən inandırıcı yarpızdırmı yoxsa yarbuzdur mu? Yarbuz, heyvan olaraq. Çünki mən bitkidən qorxamam, çünki bitki nə edə bilər ki ona, amma heyvan olaraq da mən qorxamam. o ki, yarpız bitkisi rütubətli yerlərdir, amma heyvan quru yerlərdir. Quru yerlərdə olur, bəli, bunu da deyə bilərik. Yaxşı. İndi biz sizlə qruplara bölünəcəyik uşaqlar. Mətnimizin aşağısında söz boğçası var. Onu sizə təqdim elədiyim crossword'dan içərisində həll edəcəksiniz. Yəni crossword'u yerləşdirəcəksiniz. 3-ə kimi sayaq, biz elə başlayaq. Maral say görüm. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Birər kim oldu indi? Maralın yanına gəlir Firdə. 2 nəfər gəlir bura. Kim oldu Firdə? Aha, siz geçirsiniz Maralın yanına. Sonra 2'lər gəlsin Əsmanın yanına. Əsmanın yanına. 3'lər də Fərin yanına. Aha, uşaqlar, təlimatı yazmışam. Yuxarıdan aşağı hansı rəqəmdən biri? Siz buradakı sözləri mətnin içərisində baxıb uyğunlaşdıracaqsınız ki, hansının mənası, hansı uzun gələr. Elə bir ki, uşaqlar, izahları yazmışam, sözü tapmaq sizə qalıb. Başa düşürük. Qaldır, gələcək yazında. İzah olun söz. Bir, iki, üç, dört. Burada özünüz yazdıqca görəcəksiniz ki, hansı olmaq uzun gəlmək. Sakin. Çünki en sağlıqlı. Yaxşı. Birinci qrupdan başlayırıq. Məndə var onsuz ötədən üstə. Deyir ki, ağ və qırmızı çiçəklər var. Ətirli bitki. Yarpız. Aysa, əyləş. İkinci, dəyişərək, ikincidə tərkibində su olan yaş. Rütubətli. Üçüncü, yox. O birisini siz oxuyun. Dəyişərək nöqsanlı etmək, korlamaq. Təhrif etmək. Təhrif etmək. Yaxşı. Sonuncu numaralı siz oxuyun. Düşmən mənasına gələn söz. Qənim sözü. Aha, düzdür. Lap yaxşı. İndi uşaqlar, bu ağaçları verəcəm sizə. Kitabınızda, saxlayın onları, kitabınızda səhifə 74-ü açırsınız. Səhifə 74-də B variantında belə bir tapşırıq var sizə üçün. Deyir ki, İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər. Məsəlində, ağ sözünün mənasını izah edəcəksiniz. Yadınızdadırsa biz dərsimizi keçəndə biz bunu demişdik. İndi siz nə edəcəksiniz? Sizə verdiyim həmin bu kağızlarda belə böləcəksiniz. Bir tərəfdən o mənalarını yazacaqsınız. Bir tərəfdən isə yazdığınız mənaları bu şəkil çəkəcəksiniz. Aydındır? Gəlin, bu sizin. Bu sizin. Əvvəlcə mənalarını tapın, sonra onu şəkildə çəkməyə başlayın. Ağ sözün mənaları o şəkildə çəkəcəksiniz. Neçə də məna yazsın söyle. Bunun tartışması.